Bax, olar. Hello. Masibaku Göyçay'da. İlk defa bu təklifi alanda çox həyəcanlanmışdım. Amma düşündüm ki, yanımda çox gözəl dostlarım və mənə dəstək olan şəxslər varsa, niyə də yox. Səhər tezdən çox gözəl bir Bakı mənzərəsi ilə bir kollektiv olaraq fərqli dizaynerlərlə, fərqli geyim evləri ilə Göyçaya moda defiləsinə yollanırıq. Hansı ki, bu defilə Göyçay Nar Festivalında keçiriləcək. Nar Festivalına yolcu qalmasın. Burada isə düşmüşük kiçik bir istirahətə, orada belə kiçik bir video çəkirəm. Aytac həyəcanlıdır, hər birimiz uzun bir yoldayıq. Hava o qədər gözəldir ki, bəzən yol gələ-gələ düşünürəm. Mən hardayam, mən bura necə gəlmişəm, mən necə bu təklifi almışam. İlk dəfə öz şəxsi brendimi Göyçayda bu qədər insan qarşısına nümayişə təqdim etdik və bu təklifi də mənə iştirak etdiyim layihələrdən, iştirak etdiyim tədbirlərdən məni kəşf etdilər və məni dəvət etdilər və budur, geyim kolleksiyam gözünüzün qarşısındadır hal-hazırda. Sizə bir-birindən gözəl model qızlarımı göstərirəm. Hər biri geyimlər o qədər gözəl daşıdılar ki, o qədər gözəl ruhlarını göstərdilər ki, yəni mən deməyə ehtiyac yoxdur, özünüz izləyirsiniz. Mən özüm də çox həyəcanlıyam, çünki bu Göyçay Nar Festivalında 5000-dən çox insan iştirak edir və gördüyünüz kimi zal çox doludur, yəni stadion tamamilə insanlarla doludur. Geyimlərimiz çox sevilir, çox gözəl, çox böyük maraqla qarşılanır və adına da uyğun olaraq Nar Festivalımızın gözəli, mənim narlı geyimim, öz dizaynım olan geyimi görürsünüz və budur. Malıbəyli, narlı, butalı kolleksiyamın hər biri yan-yana öz gözəlliklərini nümayiş etdirirlər. Eyni zamanda artıq onlar gördüyünüz kimi podiumdadılar. O qədər gözəl idi ki, hava, insanların bizə qarşı olan reaksiyaları, təəssüratları, hər şey mükəmməl idi və mən istəyirəm ki, artıq burada bu videonu sona qədər izləyəsiniz və siz də öz şərhlərdə fikirlərinizi bildirəsiniz. Masibaku adına çox gözəl bir irəliləyiş, çox gözəl bir addım idi bu defilə və inanıram ki, Azərbaycanda eyni zamanda bölgələrdə modanın inkişafına, dizaynın inkişafına böyük bir təkan olar, rolu olar və bir çox dizaynerlərlə, uzun illər təcrübəyə malik olan dizaynerlərlə eyni səhnələri bölüşmək, eyni layihələrdə iştirak etmək həqiqətən də mənim üçün çox böyük bir qürur idi. Və budur, sizi kolleksiyamla baş-başa buraxıram və gözəl fikirlərinizi rəylərdə gözləyirəm hər birinizə. Xoş seyirlər arzulayıram. Buyurun.